sometimes as if they'll never end. Some takes the kills to touch. Herkese selam, kanalıma hoş gelmişsiniz. Necəsiniz? Ne var ne yok? Ben çoktan da YouTube'da yok idim. Heç Instagram'da da yok idim. Normal tapıla bilmirdim. MDB'den qayıdandan sonra dərslər falan özümü biraz toparlamam uzun müddət aldı. Amma artıq geri dönmüşəm. Həm də 2026'ya çox az qalıbdı. Hardasa bir ay yarım belə qaldı. Heç yarım da yox. Bugün ayın 18 idi. 12 gün, bir ay 12 gün qalıbdı. 2026'ya qədər də bəzi planlarım var. Onları həyata keçirmək istəyirəm. Mən deyə bilərəm ki, həqiqətən 19 illik ömrüm boyunca ən gözəl illərim məncə 2025'te yaşandı. Yani 2025 o kadar güzel bir oldu ki. Tüm fürsətlər, şanslar, yeniliklər, hər şey 2025'te oldu. Ben de çok sevdim 2025'i. Emin deyirəm 2026'da elə olar. O da ki Instagramda reelslərə falan baxıram. Ağzından açan deyir ki 2026'cı il Yengeç Burcu'nun il olacaq da. Çoxlu para kazanacakmışım arkadaşlar. İnanabilirsiniz. Görək nələr olur 2026-cı ildə. Ay çox heyecanlanıram. Ama bu ildə 2025-ci ildə də dekabrın 31-i 100% 12 dənə üzümü yeyəcəm. Bax siz də yeməyi unutmayın. Həqiqətən mən 2024-də axşam yedim. Ay 2025 həqiqi çox qəşəng oldu. Yəni demirəm, bütün arzularıma tam hamısını yerinə yetirdi. Amma yerinə yetməzsə belə hamısı o qədər qəşəng il oldu ki mənim üçün. Ona görə tövsiyə edirəm mütləq o 12 dənə üzümü yeyin. Ayda mən necə ola bilər ki, mən YouTube sevdamdan vaz keçmişəm, video çəkmək sevdamdan vaz keçmişəm. Belə bir şey ola bilməz arkadaşlar. Nəysə, bütün bunları kənara qoyuruq və Nəzrin artıq geri dönür. Bundan əlavə də deyim ki, nə tərz videolar istəsəniz yorumlarda bildirməyi unutmayın. Onlardan çəkməyə çalışacağam. Amma ümumən belə gündəlik vloglar çəkəcəm daha çox. Hər hansı bir konseptli videolar istəsəniz deməyi unutmayın, mütləq çəkərəm. Ayda indi mən o qədər dərs oxumalıyam ki, daha eşik kimi oxumalıyam da zarafatsız. Və yaxlarımı çimdim, çıxdım, saçlarımı düzəltdim. Baxın, saçlarımı təzə forma verməyə öyrənmişəm. Nanananan. Görürsünüz nə qəşəng olub. Burada dodaqlarım o qədər quruyur ki, qışdır deyə bəlkə də. Qış gəlib ki, qış gəlməyib hələ. Yine dərs oxuyacağıq. Nə ki görsən öyle. Çox tatlıyımdır. Keçək dərs oxuyaq artıq yeter. Şımarma Nezrin. Senin olsun benden ayrı rüyadasın. Dilerim bir gün uyanırsın. Ellerim bomboş, gözlerim sarhoş. Bin parça çoktan terk edip gitmiş. Oysa bu sevda gözde olsa ne fayda. Oysa bir umutlu tek. Bak burayla bura niye fərqlənir? Çitləri özümün bundan. Bir də sizə bu dəftəri göstərmək istəyirəm. Bu günlər mən hədiyyə eləmişdi. Onda da biri var. İkimiz də noyabr ay boyunca başımıza gələnləri, ümumiyyətlə yazmaq istədiyimiz, içimizdən gələn sözləri buna yazırıq günbəgün. Siz arada bəzi günlər ötürmüşəm, mən ötürmüşəm, günləri dəqiq bilmirəm. Belə yazmağa çalışırıq. İçi belə qaradır. Ruska olaraq da ki, gümüş rəngli belə ruskadan istifadə edirik. Belə. Option belə yazırıq. İçində yazılar var saxlı. Okumayı yasak. Ancaq bir-birimiz oxuya bilərik. Təzə aldığım tripod biraz böyükdür. Ona görə seçəndə yuxarıdan çəkirdi. Amma istəyirəm ki, masanı belə görərsiniz. Daha estetik görsənsiniz. Sırf bir də mən gördüm olmasın da. Gözünüz ora burası taşsın ki, videoya daha çox baxa biləsiniz. Neyse. Bunlar görmüşsünüz siz. Stranger Things. O Kinder'in Stranger Things seriyasından. Yumurtalardan çıxıb biri budur. Bir də budur. Bir dənə də o yaratıqdan çıxmışdı, belə gül kimi ağzına tırıya. Onda İlliyə vermişəm, sağ olsun mən kömək elədi videolar çəkməyə. Bərəm, indi başlayalım, dərs oxuyalım, yeter. Ayda bu ruşka çox qəşəkdir, bayılıram da bu belə tuş kimi yazan ruşkaları, xüsusilə qara rəngdə olanda. Qara qırmızı, mən bunlardan istifadə edirəm arkadaşlar. Ay sabi. Davamlı inkişaf. Davamlı inkişaf nə olar? Kesok gebal, atravansı. Deməli, tarazlaşdırılmış, dayanıqlı və dinamik. Hə, bax məsələ müəllim deyir ki, sudan çıxın. Eləmi? Ölməmək üçün sudan çıxın. Okey. Bu şey düşdü. Sudan çıxmağa çalışırıq. Amma sudan nətər çıxaq? Su bizi çəkirsə, batırıqsa, kara delik varsa, tsunamidirsə, müəllim nətər çıxarın? Çox çətindir çıxmaq. Yəni burada heç bir sözü bilmiriksə, çətində tarazlıq zad deyil. Tarazlığı nətər götürə bilərik başqa sinonim olaraq? Belədir bir sözlə tarazlaşdırılmış. Yoxum, yavaş yatıram. Olmaq istəmirəm, yeto. Getdim özümdən, vannada çay süzdüm. Bəli, sonra mənim ən sevdiyim meyvə, təbii ki, mandarin. Özə mandarin gətirdim. Ayda, mən də bunları nətər oxuyacağım, nətər çatdıracağım. Edəcəklərim ilk olaraq şifahi tərcümə dərsindən bu mətni tərcümə eləməkdir. Yəni evə verilən budur. Bir də ki, iqtisadi tərcümə dərsindən də müəllim bu videonu vermişdi ki, evdə hazırlaşın, orada tərcümə eləyəcəyik. Yəni ki, hər şey əladır. Nəsə başlayaq artıq oxumağa, çünki sadəcə 3-dür. Mən özümdən asılı öyrəyib bu ağlı haqqı. Vaxtımı bölənmirəm da. Mənim telefonu çox baxıram ondan.
Sabahınız xeyir. Mən hazırda durmuşam. İndi universitetə gedəcəm. Gecikirəm, amma oxudum da hamısını, dərslərimin hamısını oxudum. Nəysə, indi çıxıram evdən. Ama çok iyi olmamışam. Ne başkası oldu ne de olacak. Sen bu yatanda belə mahnı ilə yatırırsınız. Ben de yatıram. Ama indi dərsə getməliyəm. Sanma ki bir son bulacak. Viraneyim. İnanamıyorum, gözlerim kamaşır. Çok istedim, vuruldum, avareyim. Ne olurdu? Adamız yok. Sen olsun benden ayrı. Kutu 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 kutu. Tam enteresan durum. Sert izan durmuşum inansız. Capybara. Saçında. Tez aldım, tripod göstermiştim size. Çok iyiydi ama çok istifade yararlarda. Yırmıştım daha, böyle yukarıdan yırıp yatmıştım. Ona göre bu işte buna bakın. Dümbür dümbür oynuyor. Bacınız kaçar arkadaşlar. Tanışmadık, buluşmadık. Hiç dönmedik o köşeden. Gidiyorum üniversiteye. Yetişmişim düz yarım saat. Ama hayat da olabilir. Hava güzeldi, yine güzeldi, yaşamak güzeldi. Görün ne kişi görsenler. Bakın. Deməli, dərsdən çıxdım. Dərs biletini çəkən məndən çünki gecikmişdim. Həqiqətən utanırdım da. Bir an tərcümə falan eləyirdik. Buna görə telefonu çıxartmağa utandım, həm də əlindim. İndi də tənəffüsdür. Orta dərsimiz boşdur. Bundan sonra 2 saat tərcümə olacaqdan. Belə. Kreativdən geçirməyə ola bilər bu Sezarı. Dürüm deyək. Çox tatlı həqiqətən. Doyduk. İndi də dərs oxuyaq. Aydın, köçənlərdən düşünəm. Köçənlər sayəsində bir səhifəm qalxmışlarsa 100.000 falan izlənirdi o videolar. Amma qruz videolardı da hamısı. Nə bilim, çox yoruldum. Həyatdan bezdim. 18 yaş sendrom. Bu arada hamısı gerçək idi. Dersimiz bittiğinde eve gelirik. Üniversiteden çıktım. Yanımda Akşin kardeş var. Bir sızda Akşin talipler çok olsun diye. Neyse böyle gelirik. Benzeriye bakın uşaqlar. Bundan 10 yaş farkımız var. Bakın suluyurlar. Akşin deyirəm gidiyor, gitmir. Məndən gidir sonra. Ne kimdir? Evim yine akabatısı. Ayo. Bu amızlı herkesin yanında. Adım çatdım evə. Bu günlərin bir şey sınamaq istəyirəm. Bilirsiniz da təzə şeylər sınamaq həmişə məndən çıxır. Soya milk. Bilmirəm nə tərdə ilk dəfə sınayacağım. Keçən səfər yadınızdadır. Bir vlogda badam südünü sınamışdıq. Görək dadı necədir. Qəşəkdir. Badam qədər qəşəkdir. Badam bundan daha şirindir. Amma bu qəşəkdir. Bunun belə qəribə dadı var. Amma qəşəkdir. Daha sağlıqlıdır. Normal südlər ziyan eləyir. Üzüm biraz nanaylayıbdı. Yəni ona görə sağlam qidaya keçmişəm. Nanaylayan kimi sağlam qidaya keçirəm. Nanay. O ki üzüm düzəlir, başlayıram ıvır zıvır falan yiyirəm. Amma da yeməyəcəm. Olmaz. 2026'ya az qaldı biraz. Dəyişim daha siz anladınız. Bunlardan yiyəcəm. En sevdiğim budur. Sağ ol.
Bu kalıcılığa giymişim. Ürəvi yatmadı, Allah dəyişdirim. Çok gece 45 ayakta lafı tutup çıkacak. Gördüm ki 20 orada hala bu kalıcılığa giymişim. Çok da böyle bir şey diyor lan Nazı. 44-45'e getir, 45-46'ya getir. Dönlərim başımı atmışam, yatmışam. Bir də bu günlərim səhər tezdən durmuşam da saat 5-də. Oturdum, Kore dili oxudum. Yəni bu dərslərdən başım çıxmır da, Allah ürəyim partlayır. Yəni heç cürə davam eləyəmirəm da, çox çətindir. Terminlər, videolar, 4 dəqiqəlik videonun tərcüməsini, eləmi? Hardasa 3-4 saat eləyirəm. Çünki o qədər çətin sözlər, o qədər çox terminlər var ki. Benim kurtarıcım yalnız mandarin. Sebastian. Çox yazıram, o qədər yazıram ki. Dəftər qutarır, video qutarmır. Bir də hazırda nələr edirəm, ondan danışım biraz. İndi biz iqtisadi tərcümə keçirik. Sonra nə idi? Kifayət tərcümə dərsimiz var. Bir də onun adı nə idi ya? Gözüm yadımdan çıxdı dərs. Üzr istəyirəm. Nəysə. Onlar var da indi. O biz tərcümələri qoydum qırağa, amma bu iqtisadi tərcümə elədi ki, yəni oradakı heç bir sözü biz gündəlik həyatımızda işlətmirik də. Buna görə yəni gələcəkdə peşəmizlə əlaqəli olmasa, yəni düşünürəm ki, iqtisadiyyatla bağlı heç bir termindən biz istifadə eləməyəcəyik. Ona görə də öyrənmək həm çətindir, həqiqətən adamın başı partlayır da. Və bu iqtisadi tərcüməyə vaxt ayırdıqca artıq gündəlik danışıq yoxdur. Bunlar hamısı həm yadımızdan çıxır. Həm gündəlik danışıqda ağzımıza açanda heç bir şey danışa bilmirik. Yəni ən azından mənim üçün belə daha öz adıma danışıram, başqası adına danışmıram. Düşünürəm ki, çoxu elədir. Ona görə də başlamışam öz-özümə belə vloqlar izləyirəm, yeni sözlər çıxardıram. Gündəlik danışıqda daha çox istifadə olunan. Görək axırımız hara gedir? Yəni günlərim ancaq belə keçir. Həqiqətən başqa heç bir şey eləyə bilmirəm də. Nə bir maraq, nə bir əyləncə, ancaq dərs, universitet, ev. Bir də idman eləyirəm. Göstərməyim də. Nəysə. Hələ ki dərslərimə biraz güc verirəm. Çünki qarşıdan semestr imtahanları gəlir. Ondan əlavə ingilis dili öyrənirəm. Başım götürmür. Mənim hansı birini çatım yer zolda, yəni həqiqətən o sözün haqqını verirəm mən. Bir çox gənc hazırda elədir. Nə deyim valla. Baxmaq istəmirəm. Bu gün də universitetə getmədim. Çünki ürəyim istəyən kimi yaşayıram. Qayıb yazılsın, vermədim. Adam eşitməz. Amma ki, özünüzü heç nəyə məcbur eləməyin. Ürəyiniz nə istəyirsə onu eləyin həmişə yaxşı. Hər şey olar, narahat olmayın. Bir də Kore dilində kitab oxuyacağam. Bu kitabı oxuyub qutaracağam. Söz verirəm. Neçə vərəqdir? 95 arası 300. 300 vərəqdirsə, günə 10 dənə səhifə. Yaxşı. Dekabr ayı boyunca eləməyək də. Bu gün ayın 20-sidir. Haydi. Belə. Bəm. Realda çək. Video saxlamayın, hələ davam edeyim. Bax, sudan çıxartdıq. Qolladıq suyu. Yumşaq yerə tutun. Yox, sıçramasın deyə deyirəm. Gəl götürməyeyim, olar. Yo, eləməyək. Maşallah. Ama ağır bir şey. Kadın sen de ne yapıyorsun? Bir telefon sesini yapmış. Allah korusun. Haydi öyle. Hasta da telefon var. Kuşlar asıldılar. Bu ne değil? Telefon Allah pahalı güllesi. Ödürüm gülle. Ömür boyu arkadaşlar gülün yaşam benim diye getir. Sakın bir adım yok. Bana bak. Hadi o dedi sen tanıdın. Burası.